İzləyicilər, hər vaxtınız xeyir olsun. Təcil əlim yandı satılan bir obyekt çəkib sizə təqdim edirəm. Çıxarışlı, tam qeyri-yaşayış çıxarışlı olan bir obyekt çəkəcəm. Xırdalan şəhərin mərkəzi, Heydər Parkının aşağısı. İşıq idarəsinin arxa tərəfində, deməli, ümumi sot yarım torpaqda tikilib, torpağın və obyektin qeyri-yaşayış kimi çıxarış var. Tam təmirlidir. Su, qaz, işıq, sayğaclar hazır formada. Təmirli, isitmə sistemi kombidir. Ümumi 4 dənə ayrı-ayrı qapıdan ibarətdir. Hər birini ayrı-ayrı icarəyə də verə bilərsiniz. Yer əla bir yerdir. Məhəllənin gedişli, gəlişli bir yerdir. Qiymət çox super bir qiymətdir. Təcil əlim yanında satılır. Belə geniş bir foyesi var. Bundan öncə salon kimi istifadə olunub, market kimi istifadə olunubdur. Deməli, bu ayrı bir otaq. Sot yarım torpaqda tikilib. Çıxarışda təmiz 126 kvadratdan ibarətdir və üstü beton paneldir. Rahat formada ikinci mərtəbəni qaldıra bilərsiniz. Sanuzeli var, mətbəxi var, ayrı-ayrı belə bu formada otaqlardan ibarətdir. Burada içəridə sol tərəf, bura bizim sanuzelimizdir. Qiymət çox əla bir qiymətdir. Təcil əlim yanında satılır. 145 min manatdır. Real alıcıya normal şəkildə də indirim olunacaq. Əvvəl bu obyektin satış qiyməti 158 min manata çıxmışdı bazara. Bugün təcili satılır deyə 145 min manat. Yenə də indirim olunacaq. Bu da son deyil. Burada da əlavə bir otaq var. Bütün hər bir tərəf otaq və ideal bu formada rahat 1000 manatın üzərində aylıq gəlir götürə biləcəyiniz bir obyektdir. Hər birini ayrı-ayrı icarəyə verirsiniz və də ümumi formada 1000 manat, 1200 manata mağaza kimi, sex kimi, PlayStation, klub kimi icarəyə, pub kimi icarəyə verə bilərsiniz. Satış qiyməti 145 min manatdır. Əlavə sual olarsa, qeyd olan nömrə ilə əlaqə saxlaya bilərsiniz, gəlib yerində baxa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.